Astarada anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin işi üzrə məhkəmədə hadisənin detalları açıqlanıb. İddiama görə hadisə 2025-ci il avqustun 22-sində ailə üzvləri nahara hazırlaşarkən baş verib. Murad yemək istədiyini bildirib, lakin anası Məhəbbət Qasımovanın cavabını kinayə kimi qəbul edib və əsəbləşib. O, mətbəxdən götürdüyü bıçaqla anasına ardıcıl zərbələr endirərək onu öldürüb. Hadisə zamanı təqsirləndirilən şəxsin babası və nənəsi də mətbəxdə olub və baş verənləri görüblər. Cinayətdən sonra Murad əvvəlcə qaçaraq qamışlıq ərazidə gizlənməyə çalışıb. Daha sonra qohumlarının evinə gedib. Bir müddət sonra isə polis tərəfindən saxlanılıb. Məhkəmədə o özünü təqsirli bilsə də ifadə verməkdən imtina edib. İstintaqda verdiyi ifadədə anası ilə münasibətlərinin uzun müddət gərgin olduğunu, onun özünə qarşı laqeyd və istehzalı davrandığını deyib. Murad hadisədən sonra anasına kömək etmək istədiyini, lakin sonradan qaçdığını bildirib. O, həmçinin hadisədən 15 gün əvvəl narkotik vasitə istifadə etdiyini, bıçağı hara atdığını isə xatırlamadığını deyib. Diqqət çəkən məqamlardan biri də Muradın məhkəmədə törətdiyi əmələ görə peşman olmadığını bildirməsi olub. Nəticədə ona qarşı irəli sürülən ittihamlardan biri çıxarılıb və Murad Kazımzadə 15 il 6 ay azadlıqdan məhrum edilib.